Sumqayıtda dəm qazı faciəyə səbəb olub. Hadisə 52-ci məhəllə Duzlaq küçəsindəki bu fərdi yaşayış evində qeydə alınıb. Belə ki, 33 yaşlı Amil Qarayev məhz hamam otağında dəm qazından boğulduğu bildirilir. Qonşuların verdiyi məlumata görə şəxs subay olub və bu mənzildə tək yaşayırmış. İşə çıxmadığını görən iş sahibləri dərhal yaxınlarına məlumat veriblər. Gələndə isə belə bir faciənin baş verdiyinin şahidi olublar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Amma oğlan özü çox belə sakit, belə sadə oğlan idi. Heç kiminlə də iş olmadı. Ailəli idi o oğlan? Yox, subay idi. Neçə yaş olardı təxminən? Təxminən də 35-38. Hamam otağında dəm qazından boğulub, yoxsa? Dəqiq bilinmir hələ, apardılar ekspertiz. Bəs yaxşı, hadisədən necə məlumat tutdunuz ki, adam dünyasında? İşə çıxmamışdı ona görə. İşdən zəng ediblər, soruşdular ki, bu işə gəlməyib, ona görə gəldilər. Onda tək yaşayırmış burada? Tək yaşayırdı, subay idi.